Salam, hər vaxtınız xeyirli olsun kanalımızın izləyiciləri. Sizlərə şəxsi yaşam məqsədi üçün inşa olunmuş 79 min manatı 2 sot torpaq sahəsində 100 kvadratdan artıq sahəsi olan geniş və keyfiyyətlə inşa olunmuş həyət evini təqdim edirəm. Təqdim etdiyim həyət evi Masazır qəsəbəsində 6 saylı məktəbin tam yaxınlığında, marketə, dayanacağa, məktəbə yaxın yerdə yerləşir. Belə bir gözəl xarici fasad görünüşü var. Evin dörd bir yanına keçmək mümkündür. Tikiliş zamanı qoşa kubikdən istifadə olunub. Hörmətli izləyicilərimiz, evimiz yerdən kürsülüdür. Baxın, belə bir həyətyanı sahəsi var. Əlavə olaraq küçə darvazasının ön hissəsində də bu maşına aid olan parking sahəsi var. Şəxsi evdir. Deməli, evimiz şəxsi evdir. Bir neçə ilin evidir. Sadəcə olaraq, yəni təmir yenilənir ki, satışa çıxarılsın. Belə bir geniş teras hissəsi var. Baxın, belə bir həyətyanı sahəsi var. Belə desək, bu 3 sotda olub. Baxın, bu gördüyünüz ev 3 sotda olub. Bir sotunda bu ev tikilib. Qalan, baxın, bu evin sahəsi saxlanılıb, təmir olunub ki, satılsın. Bura belə bir gözəl, geniş dəhliz sahəsidir. Döşəməsi polluq taxtadır. Yəni sıx-sıx vurulub. Sadəcə bunun üzərinə laminat vurulacaq, aboyları alınıb, təmirə aid bütün təmir işləri yekunlaşıb. Bir həftə 10 gün ərzində tamamlanacaq. Sənədi evdə torpaq da qupçadır. Bu vəziyyətdə çəkməyimizin məqsədi ondan ibarətdir ki, satışda belə evlər az olur. Əgər siz də bu büdcədə, bu qiymət sizə uyğundursa, şəxsi ev axtarırsınızsa, gəlin, baxın, behini verin, təmir prosesi yekunlaşandan sonra alqı-satqıya gedin. Yəni, ola bilsin ki, bu ev artıq satıldı. Yəni, belə evlər satışda qalmır. 6 saylı məktəbə yaxın hündür yerdədir. Bütün kommunal xətləri də var.